Yolumuz Ağdamadır. Bir zamanlar səssizliyin hakim kəsildiyi bu torpaqlarda bugün dirçəlişin sədası eşidilir. Dağıdılmış Ağdamın yerində yeni ümidlər bərpa olunur. Buradakı ilk dayanacağımız isə Aygöl Manas adına Xıdırlı kənd tam orta məktəbidir. Məktəb 2025-ci ildə 11 sentyabr tarixində istifadəyə verilib. Məktəb 528 şagird yerlikdir, 2 mərtəbəlidir. Məktəbin ərazisi, ümumiyyətlə məktəb 2,7 hektar ərazidə yerləşir. Məktəbdə 21 sinif otağı, 2 kompüter otağı, 2 texnologiya otağı, 2 informatika otağı, 3 fən kabineti, fən laboratoriyaları, daha sonra hərbi hazırlıq otağı, məktəbə hazırlıq qrupu otağı və akt zalı, bufet, qapalı idman zalı, eyni zamanda qaçış zolağından ibarət olan idman meydançası da məktəbdə tam istifadəyə verilmişdir. Məktəb Qırğızistan Respublikasının Azərbaycan Respublikasına hədiyyə verilmiş məktəbidir. Mən bugün xoşbəxtəm ki, 32 ildən sonra yenə də öz fəaliyyətimi Ağdamda, doğma torpaqda, Xıdırlı kəndində davam elətdirirəm. Biz bu torpağa qurmağa, yaratmağa, öyrətməyə və yaşamağa gəlmişik. Hal-hazırdakı təhsilimizdən çox məmnunam. İndiki həyatımdan, buradakı yaşayışdan, məktəbdən, təhsildən çox məmnunam. Şagirdlərlə sağollaşıb, illərlə ata yurdunda yaşamağın həsrətini çəkib. Bugün isə öz evlərində olmağın xoşbəxtliyini yaşayan Cəfərovlar ailəsində qonaq oluruq. Yaxşı hisslər keçiririk. Allah hökumətimizi var eləsin. Bayrağın həmişə eləsin. Bizə ev tikib, ev verib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah Ali Baş Komandanımızı qorusun. Mən buradan çıxanda Xıdırlıdan 19 yaşımda çıxmışdım. Şükür 52 yaşımda qayıtmışam mən öz elimizə, öz ovamıza. Bugün bizim mən oktyabr 29-u bura köçdüm, gəldim. Mən bura köçüb gələn günü mən inandırım ki, mən o qədər sevmişdiydim ki, mənim yuxumda, gecə-gündüz yuxuda yatmırdım. Çünki çıxırdım o kətciyim, bu kətciyim, eliyim, ovam. Devlətimizdən çox razıyıq, bizə bu cür ev tikib, qaz içində, suyu içində, işığı içində hər bir şəraitinə təmin olunub. Ağdamda, bütövlükdə Qarabağda əhalinin məşğuliyyətinin təmin edilməsi dövlətin əsas prioritetlərindəndir. Bu mənada Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti formalaşdırılıb. Burada yüzlərlə daimi iş yeri yaradılıb. Şirkətimiz elektrik panolar, paylayıcı qurğular, eləcə də beton köşklərin istehsalı ilə məşğuldur. Qeyd edeyim ki, Azərbaycan ərazisində yeganə zavod ki, hansı ki, avtomobillər üçün şarj cihazının istehsalı ilə məşğuldur. Şirkətimizə 70-ə yaxın işçi var ki, onların da 90%, 95% yerli sakinlərdən ibarətdir. Bu torpaqlarda əzəldən bəri yaşadığımızı sübut edən amillərdən biri isə tarixi abidələrdir. Ağdamdakı növbəti dayanacağımız bölgənin əsas tarixi məkanlarından olan imarət kompleksi oldu. İşğal altında qalmış digər tarixi, mədəni və dini abidələr kimi bu kompleks də dağıdılıb. Ancaq bugün yenidən bərpa olunur. Tarixin sükutu yerini gələcəyə ünvanlanan mesajlara verir. Mən özüm Ağdam sakiniyəm, Ağdam Işıqlar kəndində anadan olmuşam. Mən qürur hissi keçirirəm ki, mən bir Ağdamlı olaraq gəlib öz doğma yurdumda, yuvamda işimi davam elətdirirəm. Onu da qeyd edim ki, əlbəttə ki, bura turistlər də çox gəlirlər, ziyarət edirlər və burada daha çox turistlər də cəlb eləyən buradakı tarixi abidələrdir ki, tam qarşıda gördüyümüz burada deməli Pənahəli xanın türbəsi yerləşir, oğlu İbrahim Xəli xanın da türbəsi yerləşir, Mehdiqulu xanın da türbəsi
türbəsi burdadır. Hətta Xurşidbani Natəvanın qəbrüstü abidəsi də burada yerləşir. Daha çox turistləri cəlb eləyən məhz burada olan bu tarixi türbələrdir ki, onlar haqqında məlumatlar soruşurlar. Ağdamın Xıdırlı kəndindən başlayan yolumuz bizi Qarabağın sürətlə dirçələn daha bir nöqtəsinə, Füzuliyə gətirdi. İlk olaraq Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbə baş çəkirik. Uşaqların gülüşü, sinif otaqlarında yanan işıq sabahın güclü, savadlı və inamlı Azərbaycanını müjdələyir. Məktəb olaraq iş fəaliyyətə başlayanda bizim 100-dən biraz artıq şagirdimiz var idi və 14 pedaqoji heyətlə başlamışdı. İndi hal-hazırda məktəbdə 644 şagird təhsil alır və onların təlim-tərbiyəsi üzrə məktəb heyəti ümumi olaraq 49 nəfərdən ibarətdir ki, onların 11 nəfəri texniki və 38 nəfəri isə pedaqoji və inzibati idarəetmə heyətidir. Şükür bu günə Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik. Çünki bu məktəbdə şəhid evladları da oxuyur, sonra qəhrəman qazilərimizin evladları da oxuyur və onlar da hər zaman bizim diqqətimizdədir. Biz özümüzə onu şərəf bilirik ki, onların evladları burada oxuyur. Burada işlə təmin olunmuşuq. İşləyirəm, qürur duyuram ki, burada işləyirəm. Yəni çünki burada işləmək hər adama nəsib olmur da belə deyək. Çünki əbədi əzəli torpaqlarımız da artıq işğaldan azad olunub və biz fəxr edirik ki, burada işləyirik, uşaqları öyrədirik, gələcək nəsli. Füzuli 1 nömrəli məktəbdə oxuyan şagirdəm. Çox şadam ki, bu Füzulidə burada oxuyuram. Füzulidə fəaliyyət göstərən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə balaca istedadların ünvanına çevrilib. Burada uşaqlar müxtəlif incəsənət sahələrini öyrənir, yaradıcılıq bacarıqlarını inkişaf etdirir, eyni zamanda tədbirlərdə fəal iştirak edirlər. Bizim ən gözəl tədbirimiz Əhməd Bəylidəki məktəbdə olmuşdur. Biz orada çox gözəl rəqs eləmişdik. Orada etdiyimiz rəqsin adı Uzundərə idi. Oradakılar bizi çox bəyənmişdilər. Füzulidə də sakinlərin məşğulluğu daim diqqət mərkəzindədir. Burada yaşayan insanlara müxtəlif sahələr üzrə iş imkanları yaradılıb. Onlar özünü məşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin ediliblər. 2024-cü ildə biz məşğulluq tərəfindən obyektlə təmin olunmuşuq və avadanlıqlarla. Hazırda hər şey öz qaydasındadır. Şükür Allaha, yəni qazancımız, işimizlə təmin olunmuşuq. Məişət şəraitimiz yaxşıdır, şükür Allaha. Yəni bütün hər şey öz qaydasındadır. Şəraitimiz ev şəraiti, yəni obyektimizin şəraiti bizim üçün dövlət hər bir şəraiti qurub. Çox şükür hər şey öz qaydasındadır. Müasir infrastruktur, yeni məşğulluq imkanları Füzuli sürətlə bu regionun mərkəzinə çevirir. Bəs bu dəyişikliklər sakinlərin gündəlik həyatına necə təsir edir? Sualın cavabını ən səmimi şəkildə elə sakinlər özləri verirlər. 1972-ci ildə anadan olmuşam Füzuli rayonunda. 20 yaşında köçkün düşmüşük. Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlıq versin. Mən Ağamədova Elnurə Zakir qızı, İbtidai sinif müəlliməsiyəm. Hal-hazırda Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə çalışıram. Müəllimlərimlə birlikdə, müəllimlərimi öz sinif yoldaşlarımla birlikdə hal-hazırda çalışıram. Çox sevincliyəm, qürurluyam. Allah hamımıza can sağlığı versin. Ağdamı və Füzulini gəzərkən bir həqiqəti aydın şəkildə anlayırsan. Burada görülən hər bir iş insanlara rahat həyat təmin etmək üçün düşünülüb və yüksək səviyyədə qurulub. Bu torpaqlarda təkcə şəhərlər deyil, insanların ümidləri, arzuları və gələcəyi inşa olunur. Qarabağ bugün yenidən dirçəlir və bu dirçəlişin mərkəzində insan amili dayanır.